Marneuli Bələdiyyəsinin Qızılacılı kənd sakinlərinin diqqətinə. SEMEK-in 30 iyul 2026-cı il tarixli qərarına əsasən məhdud məsuliyyətli cəmiyyət olan MAMED-in təbii qazın paylanması üzrə lisenziyası ləğv edilib. Bunun əvəzində avqustun 1-dən etibarən Marneuli Bələdiyyəsinin Qızılacılı kəndində təbii qazın paylanılması fəaliyyətini məhdud məsuliyyətli cəmiyyət olan SOKAR Georgia Qaz həyata keçirəcək. MMC MAMED-dən təbii qaz alan bütün istehlakçılar MMC SOKAR Georgia Qazın abonenti kimi qeydiyyatdan keçməlidir. Məişət istehlakçıları üçün tarif 47 tetrini təşkil edir. Qeydiyyatdan keçmək üçün avqustun 1-dən 5-nədək Marneuli Xidmət Mərkəzinə müraciət etməyinizi xahiş edirik. Ünvanı Marneuli şəhəri, Yağılca küçəsi, nömrə 23. Xidmət mərkəzi şənbə və bazar günləri də fəaliyyət göstərəcək. Müraciət zamanı şəxsiyyəti təsdiq edən sənəd, ünvan, telefon nömrəsi və sayğacın fotosunu təqdim edin. Məlumatı həmçinin aşağıdakı vasitələrlə göndərə bilərsiniz. Şirkətin rəsmi elektron poçt ünvanı sokargaz@sokar.g, WhatsApp və Viber vasitəsilə telefon nömrəsi 577 33 03 46. Əlavə suallarınız yaranarsa 16 114 nömrəli qaynar xəttə müraciət edə bilərsiniz.